Salam, xoş gəlmisiniz. Salam, xoş gördük. Özünüzü təqdim edin. Mən Sübhan Hüseyn Mehdioğlu, kommersiya direktorluğu, FMCG kateqoriya məhsulları üzrə satın alma departament rəhbəri vəzifəsində çalışıram. Neçə ildir işin içindəsiniz? Artıq 25 ildir işin içindəyəm. 18-ci ildir ki, Veysaloğlu şirkətlər qrupunda fəaliyyət göstərirəm. İlkin olaraq Veysaloğlu distribusiyam, sonra Veysaloğlu Gürcüstan və nəhayət 2021-ci ildən etibarən Araz supermarketlər şəbəkəsində fəaliyyətimi davam etdirirəm. Kommersiya strategiyasını necə qurursunuz və onu həyata keçirmək üçün hansı addımlar atırsınız? Kommersiya strategiyamız çox sadədir. Müştəri məmnuniyyətinin təmin olunması. Bu istiqamətdə Araz müştərilərini keyfiyyətli, ən təzə və ən uyğun qiymətlə məhsulla təmin etməyə çalışırıq. Strategiyanın həyata keçirilməsi zamanı sadaladığım əsas bu üç ünsürün 100% təmin olunmasına çalışırıq. Tədarükçilərdən məhsulları satın alarkən nələrə diqqət edirsiniz? Strategiyamızın əsasını müştəri məmnuniyyəti təşkil edildiyinə görə burada önəmli olan keyfiyyətə diqqət yetiririk. Bundan sonra məhsulun alış mənbəyi müəyyən olunur. Ən uyğun alış şərtində ən uyğun qiymətlərlə alışın planlaması həyata keçirilir. Söhbətimiz şirin gedir bəlkə ondan. Müştəri ehtiyaclarını necə qiymətləndirirsiniz və onlara uyğun hansı təklifləri hazırlayırsınız? Müştəri ehtiyaclarını müəyyənləşdirmək üçün baza olaraq master datadan istifadə edirik. Müştəri missiyasını təhlil edirik və buna əsasən də öz təkliflərimizi təqdim edirik. Şirkətimizin liderlərinin birinin ifadəsini söyləyəcəm. Retail bir detaldır. Bu baxımdan analizlər apararkən istər məhsul, istər müştəri ehtiyaclarını maksimum ən xırda detalları üzərindən analiz aparırıq və bu analizlər sayəsində də görəcəyimiz tədbirlərin planları tərtib olunur və tətbiq olunur. Bazar araşdırması apararkən hansı göstəriciləri nəzərə alırsınız? Bazar təhlil edərkən mövcud Azərbaycan bazarı təcrübələrindən, eləcə də bu sahədə bizdən daha öndə olan digər xarici şirkətlərin təcrübəsi və bilik bazarlıqlarından tətbiq etdiyi metodlardan istifadə edirik. Belə ki, ilkin olaraq portföy analizi aparılır, kateqoriyaların performansı ölçülür, kateqoriyaların rolları müəyyənləşdirilir və buna uyğun da tədbirlər həyata keçirilir. Bazarın dəyişən tələblərinə necə uyğunlaşırsınız? Qlobal bazarda bütün şirkətlərin qarşısında duran ən önəmli məsələlərdən biri də dəyişikliklərə sürətli adaptasiya olmaqdır. Biz şirkət olaraq dəyişikliklərə hazır ola bilməmiz üçün baş verəcək dəyişiklikləri öncədən proqnozlaşdırırıq və bu zaman biz bu dəyişikliklərə daha hazırlıqlı oluruq. Dəyişiklik zamanı maksimal effektli keçid edirik. Məsələnin digər tərəfinə baxsaq, dəyişikliyi siniflərə ayırsaq, burada müştəri alışqanlıqlarının dəyişiklikləri deyərsək, burada da təhlillər apararaq müştəri ehtiyaclarına maksimum effektli cavab verməyə çalışırıq. İkinci iqtisadi dəyişikliklərdir ki, bunlarda geosiyasi, ölkələrin iqtisadiyyatında baş verən dəyişikliklər və yaxud iqlim dəyişiklikləri ki, təsir göstərir. Bu zaman baş verəcək dəyişikliyə uyğun planlama həyata keçiririk və maksimal az təsirli keçidi həyata keçiririk. Hansı biznes və satış modeli sizə daha uğurlu nəticələr qazandırır? Əsasən qida sektorunda fəaliyyət göstərdiyimizə görə müştərinin birbaşa məhsulla təmas edərək alış-satış modelini əsas götürürük. Burada müştəri ilkin olaraq məhsulu dəyərləndirmə imkanı olur. Həm keyfiyyət baxımından, həm qablaşma baxımından. Digər tərəfdən bəzi hallarda hətta müştəri məhsulu dadada bilər. Bu baxımdan birbaşa təmas müştərinin satış nöqtəsinə yaxınlaşaraq alış etməsini üstün hesab edirəm. Amma müasir həyatımızda artıq yeni onlayn platformalar var. Bunlar da çox effektlidir və sürətlə böyüyən modeldir. Bu baxımdan məhsul əlçatan deyilsə və yaxud iqtisadi baxımdan daha sərfəlidirsə, digər tərəfdən müştərinin həm fiziki, həm zamanı məhduddursa, bu onlayn platformalar üzərindən də alış edə bilər. Bu istiqamətdə Araz supermarketlər şəbəkəsi öz müştərilərinə bu şəraiti yaratmışdır. Müştərilərimiz istədiyi zaman sifarişləri onlayn platformadan həyata keçirdə bilər və qısa zamanda həmin məhsul
ünvana çatdırılacaq. Komandanızı necə yönləndirir və motivasiya edirsiniz? Komanda üzvlərinin motivasiyasını yüksək tutmaq üçün ilk olaraq tutduğu vəzifədən asılı olmayaraq bütün komanda üzvlərinin həm struktur rəhbərinə, həm də şirkət üçün nə qədər önəmli, dəyərli bir şəxsiyyət olduğunu hiss etdirmək, ortaq dəyərlər yaratmaq, qarşılıqlı güvən yaradaraq işçilərin, əməkdaşların motivasiyasını yüksək tutmaq olar. Korporativ şirkətlərin istifadə etdiyi team bildirliklər, şirkətdən kənar mühitdə görüşlərin, toplantıların təşkilatı, əməkdaşların sərbəst şəkildə öz fikirlərini ifadə etmək üçün şərait yaratmaq əlbəttə ki, bu istiqamətdə öz müsbət töhfələrini verir. Bundan savayı çalışıram əməkdaşlara hər birimizin iqtisadi maraqlarımızdan başqa qarşımızda bir missiyanın da olduğunu aşılamaq, ölkə vətəndaşı olaraq üzərimizdə bir öhdəliyin olduğunu təbliğ etmək, ara supermarketlər olaraq ölkəmiz, xalqımız, dövlətimiz qarşısında bir qida təhlükəsizliyi öhdəliyimiz var. Bu istiqamətdə verəcəyimiz hər bir kiçik töhfə belə hər bir əməkdaşımızı yüksək dərəcədə motivasiya edir. Liderliyin sirlərindən bəhs edə bilərsinizmi? Hesab edirəm ki, bir liderin uğurunun sirri əlbəttə ki, onun komandasıdır. Fəaliyyət göstərdiyim dövrdə maksimum çalışıram ki, iddialı, öyrənməyə həvəsli, professional baza biliklərinə sahib olan, hədəfə odaqlı kadrlardan ibarət komanda formalaşdırım. Qarşılaşdığınız çətinlikləri həll eləmək üçün hansı üsullardan istifadə edirsiniz? Burada hər bir şəxsə onun stresi idarə etmək bacarıqları köməyinə gələ bilər. Təlimlərin birində belə bir fikir səslənmişdir ki, yüksəlmək üçün yükdən azad ol. Mən hər zaman bunu diqqətə alıram. Mənə çətinlik yarada bilən bütün ünsürləri, amilləri, problemləri kənara qoyuram. Sərbəst şəkildə düşünsəniz, emosiyalarını idarə etsəniz, verdiyiniz qərarlar mütləq şəkildə doğru olacaqdır. Kommersiya fəaliyyətində hansı texnoloji həllərdən yararlanırsınız? Mövcud ola biləcək müasir texnologiyaların demək olar ki, hamısına müraciət edirik. Əsas bizim üçün lazım olan master datadan istifadə edirik. İnternetə, sosial şəbəkələrdən faydalana bilirik. Son zamanlar artıq həyatımıza daxil olmuş süni intellektə lazımi qədər müraciət edirik və bu istiqamətdə bütün istifadə etdiyimiz texnologiyaların müştərilərimizin rahatlığını təmin olunması istiqamətində istifadə edirik. Müştəri bazasının böyüdülməsi üçün hansı strategiyaları həyata keçirmisiniz? Müştəri bazasını böyütmək üçün əsasən bütün alıcı segmentlərinə cavab verə biləcək bir təkliflər paketini hazırlayırıq. Eksklüziv məhsulların, yəni yalnız Arazdan alış oluna biləcək çeşidlərinin genişliyini təmin edirik. Təbii ki, bugün zamanımızın tələbi olan maksimum promo kampaniyalarından da istifadə edirik. Kommersiya sayəsində karyera qurmaq istəyən gənclərə tövsiyələriniz nələrdir? Kommersiya gənclərin ruhuna tam uyğun bir sektordur. Dinamik, daimi inkişaf edən, yeniliklərlə dolu, yüksək gəlirli, ən əsası heç bir sərhəd tanımayan bir sektordur. O baxımdan bütün gənclərin bu sektorda özlərini kəşf etməyə dəvət edirəm. Yox, biz çəkirik hələ. Suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik. Sağ olun.